Allah ananıza rəhmət eləsin. Ananız Gülsara rəhmətə gedib, Allahın rəhmətinə qovuşub. Mən bu imişdə yas məclislərində oluram və hər bir yas məclisində mənə müraciət olunur ki, biz ölüm kağızını ala bilmirik. Mən bu məsələni parlamentdə qaldırmışam və yenidən bu məsələni qaldıracağam və mən düşünürəm ki, bu məsələ kökündən həll olunmalıdır ki, elə icra nümayəndələri o ölüm kağızı ilə bağlı arayış versinlər ki, ölüb. Yoxsa bu insanlar bilmir ki, ölüsünü götürsün, bilmir ki, qardaş qohum əqrəbasına zəng eləsin ki, mənim ya anam ya yaxınım öldü, bilmir skorunu çağırsın, bilmir ölüm kağızının dalına düşsün, bilmir çadıra zəng eləsin, bilmir. Yəni ki, bu ölüsü ölən insan özündə deyil və bu tez bir zamanda düşməlidir ki, mən ölüm kağızını ala bilməyəcəm, dövlətin mənə verdiyi ölüm pulunu da ala bilməyəcəm. Buna görə bu ölüsünü kənara qoyub bununla məşğul olmalı. Buna görə də mütləq şəkildə burada qanunvericilik və qaydalar dəyişməlidir. Parlamentdə qaldırmışam, mən yenə də bu məsələni bir daha qaldıracağam. Anam rəhmətə gedəndə avqustun 18-ci günü zəng elədim təcili yardıma. Nə səbəbdənsə götürmədi. Sonra siz dediyiniz kimi mənim başım qarışdı. 7-dən sonra getdim ki, ölüm kağızını görün. Mənə müraciət edirlər ki, onun burada kağızı olmalıdır, anket olmalıdır. Anketi yoxdur. Bu gün də az qalıb 50 gün ola, hələ də bu günə sən almamışam. İndi məhkəməyə vermişik. Məhkəməyə də 100 manat pul ödəmişəm. Cənab Prezidentimiz onu qalxızıb 800 neçə manatdan 960 manata ki, cəmaət dəfini yola versin. Mən də bu halda, kasıb halda 100 manat, yəni bu məhkəməyə... Əlbəttə ki, 100 manat özü böyük puldur. Bəli, köçürmüşəm. O da məhkəmədə indi hasansa baxacaq. Yəni bu məhkəmənin qanunudur. Neçə aydan sonra, bir aydan kəlin baxacaq. Hələ də bu günə sən ölüm kağıdını alamıram. Bu bizim bu rayonda böyük problem. Həqiqətən bu bütün Azərbaycanda böyük problemdir və bu problem həll olunmalıdır. Yeganə yolu da budur ki, əvvəllər icra nümayəndəsi ölüm kağızı ilə bağlı arayışı verib, indi də sən məhkəməyə gedəcəksən, məhkəmə sənə deyəcək ki, get icra nümayəndən kimdir, ondan arayış gətir. Məntiq yoxdur. Və arayışı da bu verir də, təzədən bu məhkəməyə mən gedib, niyə 100 manat cəriməyə düşməlisən? Bu kənddə hər kəsi tanıyır, Elova hər kəsi tanıyır. Biləcək ki, 100 yaşında qadındır, bu ölüb, bunu kim öldürəcək ki? Bir anadır, evdə artıq qocalıqdan rəhmətə gedib. Başınız sağ olsun. Çox sağ olun, çox olun.